Salam dəyərli izləyicilər. Demin 20 sınaq kitabçasından növbəti 15-ci ümumi sınağın izahını sizlərə təqdim edəcəm. Elə ilklə başlayaq. Birinci sual. 1929-cu ildə Sovet Azərbaycanı və 1924-cü il Türkiyə Cümhuriyyətinin tarixinə aid oxşar hadisəni müəyyən edin. Yeni konstitusiyanın qəbul edilməsi Sovet Azərbaycanında Türkiyəyə uyğun olsa da yeni konstitusiya 24-cü ildə, amma Azərbaycanda 1921, 1937, bir də 1978-ci illərdə qəbul edilmişdi. Sovet Rusiyası ilə hərbi müqavilə imzalanması bu dövrdə nə Sovet Azərbaycan, nə də Cümhuriyyət Türkiyə imzalamamışdı. Əlifba sahəsində islahat keçirilməsi 29-cu ildə bəli, Azərbaycan Latin əlifbasına keçmişdi. Həmçinin Türkiyədə 1924-cü ildə Latin əlifbasına keçmişdi. Pasportlaşma sisteminin tətbiqinə başlanması Azərbaycan Rusiya Sovet SSR tərkibində 1932-ci ildə başlanmışdı pasportlaşdırma sisteminə. Birləşmiş Millətlər Cəmiyyətinə üzv qəbul edilməsi bu da Sovet Rusiyasının tərkibində, SSR tərkibində 1934-də qəbul edilibdi Azərbaycan SSR ilə birlikdə. 24-də Türkiyə isə 1932-ci ildə Millətlər Cəmiyyətinə daxil edilmişdi. Doğru cavab C olacaq. Eyler-Venn diaqramını soruşur. Teymurilər dövləti 2, Osmanlı 3, Böyük Monqol dövləti 4 isə oxşar olacaq. Oxşardır. Üçünün də oxşar cəhəti Teymur, Osmanlı, Böyük Monqol. Baxaq. Burada qeyd eləsək daha yaxşı olacaq məncə. Deməli, 1 Teymur, 2 Osmanlı, 3 Monqol, 4 də oxşar. Baxaq. Cənubi Qafqaza işğalçı hücumlar etmişdi. Teymurilər edibdi. Əmir Teymur 3 dəfə yürüş etmişdi Azərbaycana. Osmanlı edibdi. Müharibələr aparmışdı Səfəvilər dövləti ilə. Monqol imperiyası bəli, dəfələrlə edibdi. Oxşar olacaq. Hansı olacaq? A. Deməli, 4 olacaq. A. Deməli, əsası 14-cü əsrin ikinci yarısında qoyulmuşdu. Yəni 1370-ci il götürə bilərik Teymurilər dövlətini. Xarəzmşahlar dövlətinə. Deməli, Osmanlının əsası qoyulubdu 1302-ci ildə 14-cü əsrin əvvəllərində. Monqollarda 1206-cı il 13-cü əsrin əvvəlləri. Xarəzmşahlar dövlətinə son qoyaraq Mərkəzi Asiyanı işğal etmişdi. Bu Xarəzmşahları orada son qoyan, hakimiyyətinə son qoyan Çingiz xan olmuşdu. Götürəcək 3-ə C-ni Monqollara. Azərbaycan uğrunda Qızıl Ordu dövləti ilə mübarizə aparmışdı. Bu Teymurdur, Əmir Teymurdur, Teymurilər dövlətidir. Deməli, biri olacaq D. Avropa ilə Asiyanı birləşdirən Qızıl Körpünü fəth etmişdi 1453-cü ildə Fatih Sultan Mehmet. Bu da 2-yə gedəcək Y. 1-ə BD, 2-yə Y, 3-ə C, 4-ə A, cavab C bəndi olacaq. İkinci Göytürk xaqanlığına aiddir. İkinci Göytürk xaqanlığı yaranıbdır 682-744-cü illərdə. Bilgə xanın hakimiyyət illərinin dövlətin ən yüksək inkişaf dövrü sayılması, bəli, bunu götürə bilərik. 639-cu ildə Çin əsarətinə qarşı Kürşad üsyanı, bu zaman hələ Göytürk dövləti yaranmamışdı. Dövlətin idarə edilməsində Kültigin və məsləhətçi Toykukun böyük rolu olması, bəli, bunu da götürə bilərik. Davamına baxaq. Altıncı yüzilliyin 80-ci illərində zəifləyərək 2 hissəyə parçalanması 588 birinci Göytürk dövlətidir. Sasanilərin məğlub edilməsi nəticəsində Soqdiana vilayətinə sahib olmuşdu. Sistəmi xaqan, bu da birinci Göytürk dövlətinə aiddir. 1-3 olacaq cavab B bəndi. Rusiyadan fərqli olaraq 17-ci əsrdə İngiltərə
tarixinə aiddir. 17-ci əsr Rusiyadan da fərqli olsun. Manufakturalar meydana gəldi. 16-cı əsrdə gəlmişdi İngiltərədə, Rusiyada 17-ci əsrdə. Burjuya inqilabı baş vermişdi. Bəli, 1640-cı ildə başlamışdı. İşğalçı müharibələr aparılırdı. Hər ikisinə də aid olacaq. Bu fərqli deyil. İkisi də işğalçı müharibələr aparıb həmin dövrdə. Yeni sülalə hakimiyyətə gəldi. Hər ikisində də gəlibdi. İngiltərədə 1603-cü ildə Stuartlar gəlmişdi. Rusiyada isə 1613-cü ildə Romanovlar sülaləsi hakimiyyətə gəlmişdi. Parlamentli monarxiyaya çevrildi. Bir də bunu götürə bilərik. 2-5 parlamentli monarxiya 1649-cu ildə respublika olur. 1688-ci ildə isə parlamentli monarxiya, yəni kral, imperator taxtdan devrilir, şanlı inqilab baş verir. 89-cu ildə isə parlamentli monarxiya İngiltərədə yaradılmışdı. 2-5 deməli, doğru cavab D. Növbəti sual 5. Səbəb-nəticə əlaqələrinin doğru göstərildiyi cavabı tapmalıyıq. Eradan əvvəl 714-cü ildə Assur hökmdarı 2. Sarqonun Mannaya yürüş etməsi, Mannanın müstəqil dövlətçiliyinə son qoyulması. Müstəqil dövlətçiliyinə son qoyulmur. 590-da son qoyulubdu eradan əvvəl Midiya tərəfindən. Eradan əvvəl 36-cı ildə Roma sərkərdəsi Antonio Fransmanın mühasirəyə alınması, Atropatenalıların güclü müqaviməti nəticəsində Antoninin geri çəkilməsi, bəli, Artabazlının hakimiyyəti dövrünə düşür. Albaniya və Atropatena dövlətlərinin yaranması, Azərbaycan vahid türk xalqının təşəkkülü prosesi başlanması doğrudur. Eradan əvvəl 4-cü əsrin sonları, 3-cü əsrin əvvəlləri. Eradan əvvəl 7-ci əsrdə Manna hökmdarı Aşşerin İskit padşahı Şpaka ilə ittifaqa girməsi, Mannanın Midiya əsarətindən azad edilməsi, əslində Midiya ilə də həmin vaxt ittifaqa girmişdi. Midiya əsarətindən azad edilmə söhbəti yox olmayıbdı. Eradan əvvəl 36-cı ildə Roma sərkərdəsi Kanidinin Albaniyaya hücum etməsi, Albanların məğlub olaraq Romadan asılığı qəbul etməsi, padşah Zober məğlub edilmişdi. 2, 3, 5 cavab Y bəndi götürüləcək. Səfəvi şahı 1-ci Abbasdan fərqli olaraq Şah 2-ci Abbas Osmanlı dövləti ilə müharibə aparmışdı. Xeyr, əksinə 1-ci Abbas aparmışdı və 2-ci Abbasın dövründə olmamışdı müharibə. İngiltərə ilə əbədi dostluq müqaviləsini imzaladı. Bu da 1-ci Abbasa aiddir. 1621-ci ildə bağlayaraq 22-ci ildə də Portuqaliya üzərində qələbə qazanıb Hörmüzü azad etmişdi. 7-ni davam edirik. Hələ fərqli xüsusiyyət axtarırıq. 2-ci Abbasın 1-ci Abbasdan. Paytaxtı yeni şəhərə köçürdü. Bu da 1-ci Abbasa aiddir. 2-ci Abbas paytaxt köçürməyibdir. Şeybaniləri məğlub edərək Xorasanı azad etməyə nail oldu. Bu da yenə 1-ci Abbasa aiddir. 1599-cu ildə Xorasanı azad etmişdi. Rusiya ilə baş vermiş hərbi münaqişənin dinc yolla həll etdi. Dinc yolla həll etdi, bəli. Deməli, 2-ci Abbasın hakimiyyəti dövründə 1653-cü ildə münaqişə başlayır. Şimali Qafqazda ruslar qalalar tikirdilər. Bu münaqişə 1662-ci ildə diplomatik, yəni dinc yolla həll edilir. 2-ci Abbasın dövrünə düşür. İlk dəfə Azərbaycan torpaqlarını vahid dövlət halında birləşdirmiş türk sərkərdəsi Yusif ibn Əbu Sac olacaq. Dərbənd səddini təmir etdirmişdi. Ərəb ordularını dəfələrlə məğlub etmiş və idarə etdiyi dövlətin xilafətdən asılılığından son qoymuşdu. Yusif ibn Əbu Saca aiddir bu hadisələr 8-ci əsrin daha doğrusu 10-cu əsrin əvvəllərində bunlara nail olmuşdu bu sadalananların. Sacilər dövləti. 8-ci suala baxaq. Həm də 9-a baxarıq. Azərbaycan Xalq Cümhuriyyəti, bir də Pişəvəri Milli Hökuməti. 18-ci noyabrında təsbit olunmuş konstitusiya ilə üç rəngli bayraq dövlət bayrağı elan edildi. Burada çaşma ehtimalı uşaqlarda daha çoxdur, çünki birbaşa çaşdırıcı sualdır. Üç rəngli bayraq dövlət bayrağı elan edilib, amma yadda saxlamaq lazımdır ki, konstitusiya AXC dövründə qəbul edilməmişdi. Konstitusiya olmayıbdı, prezident olmayıbdı. Bunları yadda saxlamaq lazımdır. İtaliya ilə hərbi sahədə müqavilə imzalandı 1920-ci ildə, doğrudur.
Bolşevik Rusiyası ilə birlikdə Denikin hərbi qüvvələrinə qarşı mübarizə aparmışdır. Rusiya təkid etsə də 20-ci ilin əvvəllərində bu notalar göndərmişdisə də, ancaq Azərbaycan Rusiyanın daxili işi olduğunu bildirərək qarışmamışdı. Həmçinin birinci olaraq Bolşevik Rusiyası Azərbaycan Xalq Cümhuriyyətini müstəqil dövlət kimi belə tanımırdı. Ona görə də rədd edirik. Seyid Cəfər Pişəvəri Milli Hökuməti 1945-46-cı illərdə mövcud olubdu. 1945-46. Müstəqillik Antanta Ali Şurası tərəfindən de facto tanınan bu olmayacaq, çünki AXC-yə aiddir. 1920-ci ilin yanvarında Azərbaycan dili Cənubi Azərbaycan ərazisində rəsmi dövlət dili elan olundu. Bəli, 46-cı ilin yanvarında dil haqqında qanunla qəbul edilmişdi. Aqrar qanun əsasında torpaqsız kəndlər torpaqla təmin edilmişdi. Bu da doğrudur. 46-cı ilin fevralında 1-ə B, 2-yə B, C. Cavab B bəndi olacaq. 1918 iyun 27-sinə iyulun 1-nədək baş vermiş Göyçay döyüşünə aid olanları müəyyən edin. Bu döyüşdə AXC Qafqaz İslam Ordusu ilə Bakı XKS arasında baş vermişdi. Bakı Xalq Komissarlar Soveti arasında baş vermişdi və Qafqaz İslam Ordusu qalib gəlmişdi. Bu qoşunlar isə Osmanlı və Azərbaycanın birləşmiş qoşunları idi. Belə adlandırılırdı Qafqaz İslam Ordusu. Baxaq, aid olanları soruşur. Çar Rusiyası ilə Osmanlılar arasında Çar Rusiyası yoxdur, səhv götürürük. Bakı XKS-nin hərbi birləşmələrin məğlub edilməsi. Bəli, qeyd elədik bunu. Osmanlı və AXC müttəfiq qüvvələrinin qalib gəlməsi. Bunu da qeyd etdik, qalib gəliblər. Baxaq digər variantlara. Sentrokaspi qüvvələri avqustun 1-də Sentrokaspi yaranır. Bakı XKS-dən sonra ona götürmürük. İkinci hökumət kabinetinin zamanında baş verməsi. İkinci hökumət kabineti 17 iyun böhranından sonra yaranmışdı. 1918 19 iyun 7 dekabra qədər olan dövrdür. Bu dövrədə düşür Göyçay döyüşləri. Bu da düşür. Cavab olacaq 2, 3, 5 D bəndi. Xəritədə rəqəmlə qeyd edilmiş ölkələrə aid hadisələrin uyğunluğunu müəyyən edin. 1. İngiltərədir. 2. Almaniya və yaxud dağınıq vəziyyətdədirsə Prusiya qeyd edə bilərik. Rusiya. Bu da Fransa. 3-də Fransa. 18-ci əsrin 60-cı illərində sənaye çevrilişi başlamışdı. Bu dünyada ilk olan İngiltərəyə aid olacaq. 1-ə A olacaq. Qeyd edək. Qitə blokad siyasətini həyata keçirmişdə Fransa Napoleonun dövründə düşəcək. Sadova döyüşündə Avstriyanı məğlub etmişdi Prusiya. Bu da 2-yə düşəcək. 1-ə A, 2-yə C, 3-ə B. Cavab B bəndi. Növbəti 11-ci sual. Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinə aid oxşar cəhət dövlətləri nəzərdə tutur. Ağqoyunlu dövləti yaranıb 1468-1503-cü illərdə mövcud olub. Qaraqoyunlu dövləti isə 1410-1468. Qeyd eləmək lazımdır ki, sonra çaşqınlıq olmasın. Oğuz türk mənşəli sülalələr tərəfindən əsasın qoyulması, bəli, ikisinə də aid. Ərdəbil hakimlərinə qarşı Şirvanşahlar dövləti ilə ittifaqda olması, bəli, 1460-da Qaraqoyunlu dövləti, 1488-də isə Ağqoyunlu dövləti ittifaq quraraq biri Samur çayı döyüşündə 60-da, 88-də də isə ikinci Ağqoyunlularla Şirvanşahlar Şahdağı ətəyindəki döyüşdə qalib gəlmişdi Ərdəbil hakimlərinə. Bizdən nə soruşur? Oxşar deyil deyir, oxşardır. Teymurilər dövləti ilə müharibə aparılması.
Qaraqoyunlular uzun müddət aparıblar dəfələrlə. Ağqoyunlu dövləti isə qurulduğu tarixdə 68-69-cu illərdə Teymur Əbusəyidi məğlub etmişdi Uzun Həsən. Səfəvilər dövlətinin qoşunları tərəfindən. Səfəvilər dövləti 1501-də yarandığına görə heç Qaraqoyunlu dövlətini görmür. Yəni ona görə məğlubiyyət mümkün deyil. Təbriz şəhərinin paytaxta çevrilməsi. Burada biz fərqlidir. Deməli, oxşar deyil. Ona görə də D-ni götürəcəyik cavab olaraq. Təbriz şəhərinin paytaxta çevrilməsi isə hər ikisinin paytaxtı olmuşdur. Növbəti 12-ci suala baxırıq. Azərbaycan erkən orta əsrlər və klassik feodalizm dövrlərinin ümumi cəhətini müəyyən edin. Bunları bilmək vacibdir. Erkən orta əsrlər 3-11-ci əsrlərdir. Klassik isə Azərbaycanda 11-15-ci əsrlərdir. Bizdən feodalizm dövrünü soruşur. Sasani imperiyasının məzbanlıqlarından biri olması. Sasani dövləti nəzərə alsaq, imperiyası 226-651-ci illər olduğuna görə heç klassik feodalizmə düşmür. Bizdən isə ümumi cəhət soruşur. Roma imperiyasına qarşı mübarizə aparılması. Roma imperiyası da mövcud olub eradan əvvəl 27-395. Deməli, heç burada bu da düşmür klassik feodalizmə. Xəzər-Ərəb müharibələrində mübarizə olması. Xəzər-Ərəb müharibələri 6-cı əsrdən, daha doğrusu 7-ci əsrdən başlayır, 643-dən davam edibdir 8-ci əsrin sonlarına qədər ərəblər qalib gəlib. Bu da düşmür klassikə. Vəqf torpaq sahibliyinin mövcud olması. Vəqf torpaq sahibliyi ərəblərin gəlişi ilə, yəni 7-ci əsrdən başlayır. Davam edibdir 19-cu əsrə, daha doğrusu 20-ci əsrin əvvəllərinə qədər Sovet hakimiyyəti dövründə artıq vəqf torpaqları ləğv edilmişdi. Yəni 20-ci əsrin əvvəllərinə qədər fikir verirsinizsə, həm erkən orta əsrlər dövrünə düşür, 7-ci əsrdən başladığına görə 20-ci əsrdə hətta klassik feodalizm, son orta əsrlər, hətta kapitalizm dövrünə qədər kapitalizm dövrünü də əhatə edir, gəlib çıxır. Deməli, bunu götürəcəyik. Əhalidən gecit can vergisinin alınması. Gecit can vergisi Sasanilər dövrüdür. Sasanilər dövründə qeyd etdik 651-ə qədər idi. Bu da səhv olacaq. Növbəti sual. 20-ci əsrin 50-ci illərinin ikinci yarısı Sovet Azərbaycanın tarixinə aid deyil. Deməli, bunu illərə çevirsək daha rahat olacaq. 1955-59. Bu tarixdə Azərbaycanda olub hakimiyyətdə İmam Mustafayev olubdu. İmam Mustafayev. Onun hakimiyyət illəri 1954-59 götürə bilərik. İndi baxaq görək nələr olub. İkinci yarısıdır. Sovet Azərbaycan tarixinə aid deyili soruşur. Azərbaycan dilinin dövlət dili olması haqqında konstitusiyaya yeni maddənin əlavə olunması 1956 İmam Mustafayevin dövrüdür. Bakının beynəlmiləl şəhər kimi birbaşa Moskvaya tabe etmək planının iflasa uğraması. Bu da İmam Mustafayevin səyi nəticəsində yeni iş yerləri açılır, kəndlərdən Azərbaycanlı gənclər köçürülür. Ölkə rəhbərinin millətçilikdə günahlandırılaraq hakimiyyətin uzaqlaşdırılması İmam Mustafayevə aiddir. Bu şəkildə uzaqlaşdırılmışdır. Azərbaycan televiziyasının fəaliyyətə başlaması 1956, bu da düşməyəcək. Novruz bayramının Bahar bayramı kimi yenidən rəsmən qeyd olunmağa başlaması Şıxəli Qurbanovun adı ilə bağlıdır 1960-cı illərin ikinci yarısında. Deməli, cavab Y olacaq. Növbəti sual. Uyğunluq. Baş vəzir dini idarələrə başçılıq edirdi. Dövlət qeyd edilməyibdi, amma baş vəzir heç vaxt dini idarələrə başçılıq etməyibdi. Osmanlı dövlətində ikinci vəzifəli şəxs idi. Bəli, baş vəzir bunu götürə bilərik Osmanlı dövlətində. Əmir Əl-Ümərə Dehli Sultanlığında hərbi işlərə rəhbərlik edirdi. Xeyr, vəzir idi Dehli Sultanlığında həm hərbi, həm də mülki işlərə rəhbərlik edən şəxs. Səhvdir, bu da səhvdir.
Sədrəzəm maliyyə işlərinə baxırdı. Səfəvlərdə vəkil olubdu, vəzir olubdu Ağqoyunlu, Qaraqoyunlarda. Dini idarələrə başçılıq edirdi. Bəli, götürə bilərik. Ağqoyunlu, Qaraqoyunlu dövlətində, həmçinin sədr Səfəvilər dövlətində dini idarələrə başçılıq etmişdi. 2-5 cavab D bəndini götürəcəyik. 15-ci sual. Hadisələrin uyğunluğunu xəritədə hərflərlə göstərilmiş şəhər və rayonlara görə müəyyən edin. Biraz yaxınlaşdıraq. Deməli. Rayonlara baxırıq. D Gəncəyə düşür. Çox biraz xırda veriblər. Bura Gəncə olacaq. C hardasa Bərdə ərazisinə düşür. Bərdə. A Şuşa ərazisinə düşür. Bu ərazidir. B isə Xocalı rayonunun ərazisinə düşür. Xocalı, Xankəndi təqribən. Xankəndini dəqiq olaraq bilmirəm. Yəni bu ərazidir. Bu ərazi Xocalı ərazisinə düşür. İndi baxaq. Vətən müharibəsinin gedişində cəbhə bölgəsindən kənarda yerləşsə də Ermənistan tərəfindən ballistik raketlərlə vurulmuşdu. Cəbhə bölgəsini biz çəkə bilsək, bu ərazi cəbhə bölgəsidir. Fikir verirsinizsə, cəbhə bölgəsi Bərdə ilə Gəncə cəbhə bölgəsindən kənarda düşür. Biz də bildiyimiz kimi Gəncə, Bərdə, Tərtər, Beyləqan əraziləri ermənilər tərəfindən atəşə tutulmuşdu. Deməli, 1-ə olacaq DC, yəni 1-ə DC burada uyğun gəlir. Sonra azad edildiyi gün tariximizə Zəfər günü kimi daxil olmuşdu. O Şuşaya aiddir. 8 noyabr 2020-ci ildə, deməli 2-yə A olacaq. 3-də də 2023-cü ilin lokal antiterror əməliyyatları nəticəsində separatçı rejim ləğv olmuşdu. Həmin bu Xocalı, Xocavənd, bir də Xankəndini deyə bilərik ki, azad edilir tamamilə. Bununla da bu da B də düşəcək. 3-ə doğru cavab A bəndini götürəcəyik. (16) Soyuq müharibə dövrünə aiddir. Soyuq müharibə 1946-1991-ci illəri əhatə edir. Lend-Liz qanunu SRİ-yə şamil edilməsi 1941, bizə aid olanı soruşur, bu düşmür. Qış müharibəsinin baş verməsi 1939-40-cı illərdədir. SSR ilə Finlandiya arasında, bu da düşmür. ABŞ-nin Yaponiyanın Xirosima və Nagasaki şəhərlərinə atom bombası atması 1945 müharibə dövrünə düşür, avqustun 6-sında, 9-unda. Fransanın Əlcəzairdə dinc əhaliyə qarşı soyqırım törətməsi bu 4-cü Respublikanın dövrünə düşür. 1946-dan 58-ə qədər, 1958 gördüyünüz kimi bu soyuq müharibə dövrünə düşür. Son tutlaşma SSR-nin Əfqanistana qoşun yeritməsi 1979 qoşun yeridir. 89-a qədər də orada qalır, məğlub olub çıxır. Deməli, bu da düşür. 4-5 cavab olacaq C bəndi. Birinci Dünya müharibəsindən fərqli olaraq İkinci Dünya müharibəsində Şimali Azərbaycan. Birinci Dünya deyil, İkinci Dünyaya baxırıq. Qərbi Avropanın partizan hərəkatında yaxından iştirak etmişdi. Bəli, iştirak etmişdi. Hansı partizan döyüşçülərimiz var idi? Fransada Əhmədiyyə Cəbrailov, Daniel Abdullayev, İtaliyada, Yuqoslaviyada Mehdi Hüseynzadə, Vilayət Hüseynov və başqalarının adlarını çəkə bilərik. Deməli, vuruşan tərəflərin rəqabət meydanına çevrilmişdi. Bu Birinci Dünya müharibəsinə aid olacaq. İkinci Dünya müharibəsində Şimali Azərbaycana girə bilməmişdilər başqa qoşunlar. Deməli, sonra bir aid olduğunda qadınlar cəbhədə qəhrəmanlıq göstərərək fəxri orden və medallarla
təltif olunmuşdular. Bəli, 2-ci Dünya müharibəsində baş vermişdi. Könüllü şəkildə ümumi olaraq 700 min azərbaycanlı cəbhə bölgəsinə getmişdi. Onlardan yarısı geri qayıtmamışdı. Ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımları törədilmişdi. Bu 1-ci Dünya müharibəsi 1918 mart soyqırımını deyə bilərik. Mart soyqırımı. Qələbənin əldə olunmasında Azərbaycan alimlərinin kəşflərinin önəmli rolu olmuşdur. Bəli, bu da 2-ci Dünya müharibəsində Mustafa Topçubaşov cərrahiyyə əməliyyatında yeni üsullar kəşf etmişdi. Başqa Yusif Məmmədəliyevi qeyd edə bilərik ki, o da yüksək oktanlı benzin kəşf etmişdi. 1, 3, 5 doğru cavab C bəndi olacaq. Xəritədə paytaxtı ulduzla işarələnmiş. Ulduzla işarələnmiş bu İstanbul, Konstantinopol həmin 6-cı əsr tarixinə aid olanları müəyyən edin. Deməli, bu dövlət Konstantinopol paytaxtı olan Bizans imperiyasıdır. Bütün bu əraziləri əhatə edirdi. Bizans imperiyası. Belə. Sasanilərlə aramsız müharibələrin aparılması. Bizdən soruşur 6-cı əsr tarixinə aid olanları müəyyən edin. Sasanilərlə aramsız müharibə 532-də də sülh müqaviləsi imzalanmışdı. Sonra 571-91-ci illərdə də müharibə aparmışdı. Bəli, bunu götürə bilərik Bizansa. Ərəblərin yürüşü nəticəsində varlı əyalətlərini itirmişdi. Bu 7-ci əsrdir. Ərəblərlə müharibədə itirir. Hansı əraziləridir? Misir, Suriya, Fələstin bu əraziləri 7-ci əsrdə itirir. Özünün ən qüdrətli dövrünü yaşamışdı. İmperator Justinianın dövrüdür bu həmçinin. 527-565-ci illərdə Justinian dövrü ən qüdrətli dövr olubdu. Səlibçilər tərəfindən qarət edilməsi, hələ səlib yürüşləri yoxdur. 11-ci əsrdə başlayır. Justinian məcəlləsinin tərtib edilməsini də qeyd etdik. Justinianın dövrünə düşür. 1, 3, 5 Y bəndi. Mehranilərin Azərbaycanda hakimiyyəti dövründə baş verməmişdir. Qeyd edək 630 705 bu Mehranilər sülaləsinin hakimiyyəti dövrüdür. Rəşidi xəlifələri tərəfindən Fələstin, Suriya və Misirin fəth edilməsi Mehranilərin Azərbaycanda hakimiyyəti dövründə baş verməmişdir. Yəni Rəşidi xəlifələri hakimiyyəti dövrü olubdur nə vaxtda? 632, 661 və 636-cı ildə Yarmuk döyüşündən sonra Suriyanı, daha sonra isə 40-cı illərdə Misiri işğal etmişdi. Deməli, bu baş vermişdi. Bizdən baş verməyəni soruşur. Ona görə götürmürük. Ərəblərin Savalan dağı yaxınlığında Xəzərlər tərəfindən məğlub edilməsi 731-ci ildir. 731 fikir verirsinizsə düşmədi. Deməli, bu baş verməyibdi. Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi. Əməvilər 661-də gəlir. Bu düşür. Sasanilər dövlətinin varlığına son qoyulması 651 aid deyil. Daha doğrusu cavab düzgün cavab deyil. Kadisiya döyüşündə Alban Sasani qüvvələrinin məğlub edilməsi 636. Bu da cavab. Bu cavab da səhvdir. Deməli, cavab olacaq B bəndi. Növbəti 20-ci sual. 15-ci əsrdə Təbrizdə Ağqoyunlu hökmdarı Sultan Yaqubun zamanında inşa olunmuşdur. Burada kitabxana, məscid, şəfa evi, cıdır meydanı və s. Söhbət 1483-cü ildə inşa edilmiş Həşbehiş sarayından gedir. D bənd olacaq. Böyük Monqol imperiyasının Dehli sultanlığından fərqli xüsusiyyətini müəyyən edin. Yəni Dehli sultanlığından fərqli, Dehliyə aid olmasın, Böyük Moğol dövlətinə aid olsun. Əsası türk sülaləsi tərəfindən Hindistanda qoymuşdu. Hər ikisinə aiddir. Monqol hərbi birləşmələrin hücumlarına məruz qalmışdı. Bu Dehliyə aiddir, Moğola yox. Hökmdar məhdud səlahiyyətə malik olmuşdu. Heç birində qeyri-məhdud olub, hər ikisində də. Zəmindarlıq adlanan şərti torpaq mülkiyyəti mövcud olmuşdu. Dehlidə zəmindarlıq idi, cagir idi. Böyük Moğolda da cagir idi.
Osmanlı Səfəvi dövlətləri ilə dostluq münasibətləri Böyük Moğol dövlətinə aid götürə bilərik. Babur Şahdan başlayır, davam edir. Əkbər Şahın dövründə də mövcud olmuşdu 21 Y bəndi. 22-ci sual. Gəncə xanlığı, Bakı, Lənkəran xanlığı. Müəyyən müddət iki hakimiyyətlik mövcud olmuşdu. Gəncədə, bir də Şamaxıda olmuşdu. Gəncədə 1780-83-də Qarabağdan Gürcülər işğal etmişdilər. Müəyyən müddət Qarabağ xanlığından asılı olmuşdur. Bu da Gəncə xanlığını götürə biləcəyik burada. Bakı, Lənkəran yox. 67-ci ildə Quba xanlığından asılı vəziyyətə düşmüşdü. Nikah diplomatiyası ilə Bakı Bayat savaşında iştirak etmişdi. Şəkini götür. Şəkidi o da burada yoxdur. Heç birinə aid deyil. Əsası Səfəvilər nəsli tərəfindən qoyulmuşdu Lənkəran xanlığı. Burada Y. 1-ə AB, 2-yə S, 3-ə Y, B bəndi. 23-cü sual. Şuşa şəhərinin tarixinə aid xüsusiyyətləri müəyyən edin. Əsasının 18-ci əsrin 50-ci illərində Pənahəli xan tərəfindən qoyulması doğrudur. 1757-də. Təbrizli, Əylisli, Qazançalı, Köçərli və s. kimi məhəllələr mövcud olmuşdu. Bəli, çünki həmin ərazilərdən gələn sənətkarlar yaşayırdılar, əhali yaşayırdı, belə də adlanırdı. Atçılığın təsərrüfatın mühüm sahələrindən birinə çevrilməsi üçün Qarabağ atları bildiyimiz kimi məşhurdur, ona görə Şuşaya aid edəcəyik. Memarlıqda şəbəkə sənətindən geniş istifadə edilməsi bu Şəki Xan Sarayında özünü göstərmişdi. Şəkiyə aid Kəlağayı istehsalı üzrə şəhərlər arasında fərqlənmişdi. Bunu da Şəkiyə götürə bilərik. Pəkçiliyin inkişaf etdiyi şəhərlər inkişaf etmişdi. 1, 2, 3 olacaq doğru cavab. ...1993-cü ildə baş vermiş hadisələri müəyyən edin. Dövlət Müdafiə Şurası 93-dədir, götürə bilərik. Əsrin müqaviləsi 94-dədir. 1994 əsrin müqaviləsini götürmürük. Murovdağ əməliyyatının həyata keçirilməsi bu da 94-dür. Götürmürük. Uğursuz olmuşdu. Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi 93-dədir. 15 iyunda götürə bilərik. Həmin gün Qurtuluş günü kimi qeyd olunur. Heydər Əliyevin Azərbaycan Respublikasının prezidenti seçilməsi bu da 93-cü ilin oktyabrında götürə bilərik. 1, 4, 5 doğru cavab olacaq. Ulu icmadan fərqli olaraq qəbilə icmasına aid olanları müəyyən edin. Ulu icma mövcud olub alt orta paleolitdə, qəbilə icması isə üst paleolit, mezolit, neolit, eneolit dövrlərində. Ağıllı insanlar tərəfindən yaradılmış insanlar birliyi olması. Deməli, ulu icma olmasın, söhbət qəbilə icmasına aid olanları soruşur. Bəli, ağıllı insanlar tərəfindən yaradılmışdır. İbtidai icma dövrünün ilk insan kollektivi sayılması bu ulu icmaya aiddir. Mövcudluğu dövründə istehsal təsərrüfatının yaranması mezolit dövründə yaranmağa başlayır. Deməli, bu qəbilə icmasına aid olacaq. İlk dini inancların meydana gəlməsi alt paleolit dövründə bu düşəcək ulu icma dövrünə aid olacaq. Bunu götürmürük. İnsanlar arasında bərabərsizliyin əsasının qoyulması, deməli, bərabərsizliyin əsasını erkən Tunc dövründə Tunc dövrü götürə bilərik. Həmin vaxtda da artıq qəbilələr yox, tayfalar mövcud idi. Qəbilələr birləşərək tayfaları yaratmışdı. Bu da götürməyəcəyik. Doğru cavab 1, 3. Xronoloji ardıcıllığı müəyyən edin. Təbriz şəhərinin Monqolların qarət və dağıntısından xərac verməklə xilas olması söhbət 1220-21-ci, 22-ci illərdən gedir. 1220 qeyd edək bura. Monqolların birinci yürüşü. Gəncədə Xarəzmşahlara qarşı Usta Bəndənin üsyanının baş verməsi 1231. 1-ci Axsaqan Gürcü qoşunlarının köməyi ilə Slavyanların məğlub etməsi 1175. Azərbaycan Ali Monqol xaqanının Canişin tərəfindən idarə olunmağa başlanması 1239 Dərbəndin işğalı ilə bütün Azərbaycan işğal edilir və Canişin tərəfindən idarə edilir. Xronoloji ardıcıllıq burada götürəcəyik. 3, 1, 2, 4. 3, 1, 2, 4. Digər suala baxırıq. 27-ci sual.
Uyğunluğu müəyyən edin. 20-ci ilin avqustunda Sovet Rusiyası ilə Erməni Daşnak hökuməti arasında bağlanan müqavilə, bir də Rusiya Kommunist Partiyasının Qafqaz Bürosunun 21-ci il 5 iyul tarixli qərarı ilə Dağlıq Qarabağ Azərbaycan tərkibində saxlanıldı və ona mərkəzi Şuşa şəhəri olmaqla muxtariyyət verildi. Bu söhbət elə 21-ci il 5 iyul tarixində Qafqaz Bürosunun qərarından gedir. 2-yə aid olacaq A. Borçalı, Mahalı, Gürcüstan, Ermənistan, Sovet Respublikaları arasında bölüşdürüldü. Bunlar burada verilməyibdir. Öz aralarında müharibə gedir və bu şəkildə bölüşdürülür. Şərur Dərəliyəz Erməni Daşnak hökumətinə verildi 20-ci il avqustunda. Bu birə gedəcəkdir. Naxçıvan, Zəngəzur və Qarabağın dağlıq hissəsi mübahisəli ərazilər elan olundu. Elə bu müqavilənin ardı da D. Naxçıvan bölgəsi Azərbaycanın qəyyumluğu altında muxtar əraziyə çevrildi və erməni fitnələrinə son qoyuldu. Muxtar vilayətə çevrilməsi Naxçıvan 1924-cü ildə olubdu. Heç birinə aid olmayacaq. Deməli, 1-ə C, 2-yə A düzgün cavab. Situasiya sualı gəlir. Uzun bir mətndir. Mətni saxlayıb özünüz oxuya bilərsiniz. Mudros müqaviləsindən söhbət gedir. Osmanlı Sultanı Antanta dövlətlərinin təslim olma aktına qol çəkmişdi. Gənc türklər ölkəni tərk etmişdi. Mustafa Kemalın başçılığı ilə Milli Azadlıq Hərəkatı başlayır. 23-cü ildə Türkiyə sülh bağlamalı oldu. Antanta ilə bu Lozanna müqaviləsi idi. Bir neçə ay sonra isə Türkiyə ərazisində Cümhuriyyətin yaradıldığı elan edildi. Mənbədə bəhs edilən azadlıq mübarizəsi zamanı Türkiyə Böyük Millət Məclisi hökumətinin, yəni Mustafa Kemal hökumətini nəzərdə tutur. Bu 1920-ci ildə yaradılmışdı. 23 apreldə 1920-ci ildə. Antantaya qarşı diplomatik əlaqə saxladığı dövlətin adını yazın. Həmin vaxt Antanta ilə də mübarizə aparan Sovet Rusiyası olduğuna görə hər iki dövlət bir-birlərinə dəstək olurlar. Sovet Rusiyası. Keçirik növbəti suala baxırıq. 29-cu, 30-cu suallar. Mənbədə bəhs edilən TBMM hökuməti ilə Antanta arasında bağlanmış müqavilənin Türkiyə üçün mühüm siyasi nəticəsini yazın. Söhbət Lozannadan gedir. Mühüm siyasi nəticəsi nə ola bilər Lozannanın? Türkiyə Respublikası müstəqilliyi ərazisi tanındı. Düzlərdə Türkiyə Respublikası qurulmamışdı. Türkiyənin deyək. Türkiyənin ərazisi tanındı. Mudros və Sevr müqavilələri ləğv edildi. Bu əsas bu olacaq. Bizdən də mühüm siyasi nəticəsi, ən mühümü də bu olubdu. Digərləri də önəmlidir. Əsas mühüm nəticəsi budur. Mənbədə bəhs edilən yeni dövlətin yarandığı ilk illərdə həyata keçirilmiş mədəni tədbirlərdən ikisini yazın. Bizdən Mustafa Kemalın həyata keçirdiyi mədəni tədbirlərdən ikisini qeyd etməyimizi soruşur. Yəni, digərlərinə ehtiyac yoxdur. Mədəni tədbir deyəndə ilk olaraq əlifba yada düşür. Latin əlifbasına keçilir. Başqa şəriət məhkəmələri ləğv edilir. Vəqflər Nazirliyi ləğv edilir. Bunları deyə bilərik, yazmağa ehtiyac yoxdur, eşidirsiniz. Başqa nə deyə bilərik? Din xadimlərinin mülkləri əllərindən alınır. Bunların ikisini yazmaq kifayət edir. Sağ olun əziz dostlar. Növbəti videolarda görüşərik. Bu videolarla bağlı tənqidinizi, təkliflərinizi şərh bölməsində qeyd etsəz sevinərəm. Mən də görüb dəyərləndirərəm. Sağ olun. Növbəti görüşlərdə görüşərik.